Videoya başlamadan önce kanalıma abone olup like atıp yorum yazmayı unutmursunuz ve bildirimleri açık koyursunuz ki ben video paylaşanda size bildirim gelsin. Salam kızlar, yeni bir vlogdan karşınızdayım. Burada da Efe'dir. Efe ne aktarsan. Efe oğlum ben de uşaqlıqda elə üflüyürdüm yadında. Yadımda daha doğrusu çaşdım. Ben delirdim, aman qurban, xoşum gəlirdi. Ayda çok qəşəng isi var da ağaçların. Çok qəşəng. Bu aralar krip yağlı be kızlar, inanırsınız dəhşət. Neçə gündür demək olar ki burnum tutulub açılmaq bilmir. Ay meyveler de çıxıbdı. Siz xoşdursunuz bu meyvədən dolma. Mən xoşduyuram. Özdə təzə çıxır qızlar. Onu daha çox xoşduyuram həqiqətən də. İnşallah demək olar ki çıxıb alıb eləyəcəm. Neysə gedək evə. Ne tapmışsan? Ağzını tapdım. Bakın. Geçen getdi Efe. Gedi evimizə. Sənə ata simit alıbdı. Geçen ondan çay içərsən. Oğlan uşaqlarının olmazsa olmaz da maşın sürmək. Bax indi maşın xodda gedək. Gör şimdi mama sürsün, ağıllı balam, gedək. Mənim qəşəng oğlum. Gedək, səhər yeməyi yesin. Oradan da gedək dərsə. Evdə yeməyimi bişirdim, işlərimi gördüm, sıxılırdım, bazara getməliyəm. Dedim gəlin bir dənə qəşəng Eltimin çayından içim. Burada da sizi kimi göstərəm. Dədədədəm, Rənoşumu göstərəm. Nə vaxtdan da demək olar ki, Rənoş görsənmirsən, düzdür oxuyur ona görə. Belə nə deyirsən Rənoş dinən? Kanala abone olun, like atın, yorum yazın. İnşallah. Bildirimləri atın ki, hər dəfə video gələndə sizə bildirim gəlsin. Bəli. Öpürəm səni canım mənim. Heç nə Rənuş gedib çay keyf eləyə. Eltimi də sizə göstərə bilmirəm, oradadır. Belə qızlar biz çay içək, siz də gedin. Qəşəng bir dənə çay dəmləyin, pür rəngi için. Sonra bazara gedəcəm. Bazardan da sizə görüntülər bəlkə paylaşdım, dəqiq demirəm. Hələlik. Salam qızlar. Biləcərdə qalırsınızsa Ağsarayın arxasında sizə möhtəşəm bir yer göstərəcəm. Baxın belə bir dükandır. Qəşəng bir bantikdə asıb orada xanım, çox səmimi xanımdır. Alt paltarları almaq istəyirsinizsə Victoria's Secret'in, pijamalar almaq istəyirsinizsə mütləq şəkildə buraya yaxınlaşırsınız. Mağazin içində sizə göstərirəm qızlar. Qəşəng burada baxın corablar falan belə bir şeylər var. Deməli burada baxın Victoria's Secret'in pijamalarıdır, tapışqalarıdır. Ondan sonra pijamalardır, belə sport dəstlərdir, almaq istəsəz görün necə gözəldir. Bunlardan mən də özüm üçün götürəcəm. Baxın pijamalara, superdir. Belə də göstərim sizə qızlar, baxın. Yəni bunun şirinliyinə baxın, çox qəşəngdir. İstəsəniz mütləq şəkildə yaxınlaşa bilərsiniz. Biləcərdə qalırsınızsa, baxın, yəni materiallarına da söz ola bilməz. Həm də qiyməti o qədər uyğun, o qədər yəni möhtəşəmdir ki qızlar, həqiqətən mütləq qalırsınızsa Biləcərdə yaxınlaşın, alın. Evdə geyinmək üçün baxın necə gözəldir. Evdə geyinə bilərsiniz mayka ilə falan. Çox qəşəng pijamalardır belə. Belə qızlar, hələlik. Özüm üçün də belə bir şey götürdüm. Çox qəşəng dəstlər var və demək olar ki, hər dəfə yenilənir, qəşəng mallar gəlir. Mütləq şəkildə gəlib baxmalısınız, israrla deyirəm sizə. Yəni belə tişörtlər də var, koftalar da var. Yəni bayılacaqsınız qızlar, həqiqətən də. Biləcərdə qalırsınızsa mütləq yaxınlaşın, gəlin alın. Hələlik. Burada da Efe'nin məktəbə aparırdım və belə bir olayla qarşılaşdıq. İnəklərlə məktəbin tam qarşısında. Əgər ki 5-ci gün gəldisə, neynirik? Gedirik Masazıra qızlar. Buradan gedəcəm. Qabaqda Araz market var, ora girəcəm. Oradan da yolumuz Xalamgilədir. Yaxşı ki bura var. 5, 6 bazar qaydırıq evə və yaxud da 6 qaydırıq belə qızlar. Gedək mağazinə görə bir-iki şey alaq. Orada qəşəng dincələk. Sizə gerisini paylaşacağım. İzləmədə qalın. Gəldik Araz marketə qızlar. İndi yenə bax düşmüşəm. Çamadan əlimdə, səbətim əlimdə, daha doğrusu çamadan neyday qızlar. Dirbəsli yorulub çəkilişdə. Dikişin şeylər var burada. Yenə gələn kimi qablara baxıram. Neysə gedək görə bax qaçdı sıra zora.
Ne aldın bakın? Göster sonra. Göster ne aldın? Balada bir şey getirmişik. 100.000 like çetsək, sizə bunu hədiyyə edirəm. Allah qoysa sabahı Hə. biz oynayarıq bununla. Hə, baxım onun üzünə piş 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 piş. Piş piş. Yavaş basmaq olmaz. Qəşəng sevmək lazım. Baxın pişiyə. Yumalıyıq Deməli qızlar. Qapının ağzında O işini pişiyin yiyəm. balası olub, belə şirin bir pişikdir. Götürüb gətirib evə. Baxın nə qəşəngdir. Səni yeyim mən. Çox qəşəng deyil ki. Hə. Bunu Ay pişik, sən nə qəşəngsən. ben bunu 10.000 manat verərdim. Bu pişiyə. Sonsuz dolar manat verərdim. Sonsuz manat. Hani orada cedim uzanıb ondan yatırım. Yox, yox. Bax indi gör sənin yanıma gəlmək istəyir. Bax, Əlivi belə elə oynayacaq sənin baba. Hə, elə yavaş-yavaş elə, yavaş-yavaş. Elə baba, o gördün oynayır səndən. Bax. Çox qəşəng deyil ki. Pişi. Yox cedib. Çimizdirək onu. Hə. Yaxşı. Pis. Çimizdirək. Bizim pişiyimiz olsun. Yaxşı. Həyətdə saxlayaq. Çimizdirməliyik. Hə, amma pişiklərin özlərinin şampunu olur da, bilirsən? Bilirsən? Hə də. Yanda cedir da. Kiri. Krep. Kiri gedir, təmiz pişik olur da. Ay, Bax, sağ ol. buradakı gözlər. Bir dənə qoy göstərin, bir dənə də sonlandıraq. Baxın, bir dənə. Oy, səni yeyim mən. Sabahınız xeyir, gününüz uğurlu olsun. Qızlar, necəsiz, neyinirsiniz? Səhər durduq. Bugün istəyirəm sizə vlogu paylaşım. Yumurta, kənd yumurtası da kənddən gəlibdi. Burada da görsünüz, xalam qəşəng toyuq doğrayır, kənd toyuğudur. Bugün nişandayım, ona görə çolpa bişirəcəm, kənd çolpası. Ondan sonra gedəcəm. Qəşəng nişana. Çayım da hazırdır, çay içəcəyik, ged stolda hazırlayaq. Bay bay. Kızlar gəldik, nişandayıq. Dedim sizə bir də süfrəni göstərim. Birazdan bu süfrədə nəsə rəhmət qalmayacaq. Qızlar dəli eləyir, üstlərini göstərmirəm. Və acından da ölürəm, inanın Allaha. Gözəlliyə baxın. Bax, bu qızı göstərmirəm, amma bayaqdan danışır da danışır. Meyvəyə dəymə. Məncə Gülledeyiz burada mı? belə istərdisini görmüşdünüz. Necə gözəl bəzəyiblər. Adam yemək istəmir, qıymır yeməsi yeməyə. Necə gözəldir. Kalp. Qızlar, nişandan sonra istədim sizə buraları göstərim. Görün necə gözəl restorandır. Superdir də. Restoran adı yadımdan çıxdı bu arada. Onu da sizə göstərərəm. Adını tap deyərəm, yadımdan çıxdı. Ayda o qədər soyuq var qızlar. Qısa geyinmişəm, ona görə danışa bilmirəm. Üşüyürəm. Dedim sizə biraz bu restoran çölünü də göstərim. Belə. Hə, restoran qızlar budur, baxın. Hə, belə qızlar. Burada isə hələ də yeməyə davam eləyirəm. Nişan hələ ki bitməyib. Qızlar, istədim buranın sizə gecə görüntüsünü də göstərim. Görün. Dəhşət soyuqdur da, yəni elə bil ki may ayı deyil də, çox soyuqdur. Həqiqətən dəhşət izin.
Nə oldu Efe? Sənə səhv istədiyim üçün üzr istəyirəm. Ay Allah, gül gətirmisən. Çox sağ ol mama qurban. Nə qəşəng güldü bu, baxın. Ay, çox qəşəng. Bunları da ver, qoyaram suya. Nənəmə də almışdım. Öpüm səni. Oh, canımın içi, oğlum, həyatım. Qızlar, xalamı aparıram düşürtməyə. Xala əl-elə. Sağ olsun gəlmişdi Ege'yə baxmağa. Biz nişana getmişdi. İndi onu düşürdüb. Qayıdacam evə işlərimi görməyə. Bugün sizə mütləq şəkildə vlog paylaşacağım. Hələlik. Qızlar, xalamı düşürtdüm, gəldim. Qəşəng bir dənə çay dəmlədim. Dedim çayımı içim, bitirim. Sonra yeməyimi hazırlayım. Çünki uşaqlarım biri bilirsiniz ki, bağçada biri məktəbdədir. Onlar gələnə qədər tez yemək bişirməliyəm. Evlərim təmizdir. Çay içəndən sonra və sizə bugün vlog paylaşıb, sonra yeni vloglar hazırlamalıyam. Bu arada bunu Efe dərmişdim, amma sonra qurban olsun. Həqiqətən qıza bu güldan işimə çox yaradı. Bir dənə gül olanda bax belə alıb qoya bilərsiniz. Bu arada bu pryanikləri çox sevirəm. Azdadan alıram. Yəni yolunuz azya düşsə alın. Çox da dadlıdır da. Yəni keçmişin pryaniklərinin dadını verir həqiqətən də. Heç nə qızlar. Bir də sizə bir sual vermək istəyirəm. Vloglarımı bəyənirsinizmi? Xoşunuza gəlirmi? Əgər xoşunuza gəlirsə yorumlarda yazın mütləq. Mən də gedim sizə yeni vloglar çəkməyə davam edeyim. Bugünlük bu qədər. Hələlik.